1970-ci ildə Vazın konveyerindən ilk avtomobil çıxdı. Vaz 2101. 19 aprel tarixində baş verən bu hadisə bütün ölkə üçün əlamətdar oldu. Bəzi versiyalara görə isə ilk Vaz 2101-i konveyerdən İtalyan baş instruktor Benito Guidasavalli sürüb. Bu avtomobilin prototipi 1967-ci ildə Avropada ilin avtomobili seçilmiş İtalyan modeli Fiat 124 Berlina idi. Amma 01 onun sadə sürəti değildi. O sınaqdan keçirilmiş, Sovet reallıqlarına uyğunlaşdırılmış və yüzlərlə dəyişiklik edilmiş tamamilə orijinal və güclü bir avtomobildir. Amma problemlər də var idi. Yuxarıya köçürülmüş paylayıcı val zəif nöqtələrdən biri idi və 60.000 kilometrdən çox xidmət etmirdi. SSRİ-də ehtiyac hissələrinin daim qıt olması bu problemi daha da kəskinləşdirir. 1970-ci illərdə yüzlərlə 01 sahibi səhər maşınının yaxınlaşanda kapotu açıq, klapan qapağı çıxarılmış və paylayıcı varının oğurlandığını görəndə böyük məyusluq yaşayırdılar. Sonradan texnologiya təkmilləşdirildi və bu problem aradan qaldırıldı. Paylayıcı var artıq ən azı 120.000 kilometr xidmət edirdi. Avtomobil çox qısa zamanda kulta çevrildi. Artıq şəxsi nəqliyyat yalnız elit üçün deyildi. Adi Sovet vətəndaşları üçün də əlçatan oldu. Vaz 2101-in qiyməti orta ailə üçün hələ də yüksək idi. Təxminən 5500 rubl, amma buna baxmayaraq onu almaq üçün pul yığmaq mümkün idi. Sovet İttifaqında bu avtomobil müxtəlif modifikasiyalarla 18 il istehsal olundu. Ümumilikdə Jigulinin birinci modelindən konveyerdən 5 milyona yaxın avtomobil çıxdı. Zarulyom jurnalında oxucular arasında buraxılacaq avtomobil üçün ən yaxşı ad müsabiqəsi keçirildi. Ümumilikdə təxminən 50.000 variant təklif olunmuşdu. Bu variantlar arasında Michta, Fialka, Voljanka, Slava, Lelinin 100 illiyinə həsr olunmuş Vilsto, Avrora, Katyusha, hətta kifayət qədər qeyri-adi Navarajest, Direktivest və Memorial kimi adlar da var idi. Amma bütün bu variantlara baxmayaraq avtomobil sonda Talyati yaxınlığında yerləşən Jiguli dağlarının şərəfinə Jiguli adını aldı. Daha sonra bu ad Fiat şirkətinə göndərildi və şirkət Kusovun arxasına xüsusi dekorativ yazı hazırladı. Amma burada bir nüans ortaya çıxdı. SSRİ-dəki satışlarla yanaşı bu avtomobil xarici ölkələrə də ixrac olunurdu. Və məlum oldu ki, Jiguli adı Avropalılar üçün o qədər də uyğun səslənmir. Çünki başqa söz xatırladırdı. Avropalılar Jigulini Jigalo kimi qəbul edirdi. Buna görə də ixrac olunan bütün avtomobillər daha sadə və ahəngdar bir adla təqdim olundu. Lada. Avtomobillər Avropanın bir çox ölkəsinə, həmçinin Yeni Zelandiyaya, Kanadaya, Boliviyaya, Peruya, Urugvaya, Panamaya və Kubaya ixrac edildi. Hətta sağ sükanlı versiyalar İngiltərəyə də göndərilmişdi. Maraqlıdır ki, Kubada bu avtomobillər uzadaraq limuzin formasına salınır və marşrut taksisi kimi istifadə edirdilər. Bu ölkədə bu gün də bu maşınlara rast gəlmək mümkündür. Xalq arasında bu model Kopeyka adı ilə məşhurlaşdı. Maraqlıdır ki, niyə məhz Kopeyka, yəni qəpik? Deyilənlərə əsasən sürücülər arasında model nömrəsinə görə, yəni 01 olduğuna görə əvvəllər Yediniçka deyiblər. Sonra isə bu Sovet pulunun ən az nominalda olan bir qəpik kimi adlandırılıb və Kopeyka daha populyar ada çevrildi. Hətta bəzi mütəxəssislər bu adın Fiat 124-ün sürəti, yəni kopyası olması ilə bağlayırlar. Bu ləqəb maşın istehsala çıxanda yox, 1980-ci illərdə populyarlaşıb.